Bugün Azərbaycan futbolunun ən böyük derbilərindən biri yenə gündəmə damğa vurdu. Misli Premyer Liqasının 29-cu turunda keçirilən Neftçi, Qarabağ qarşılaşması gözlənilməz dərəcədə fərqli hesabla başa çatdı. Qarabağ rəqibini 5-1 hesabı ilə darmadağın etdi. Bu nəticə həm azarkeşlər, həm də futbol ictimaiyyəti üçün ciddi müzakirə mövzusuna çevrildi. Maçın hesabını artıq 9-cu dəqiqədə Musa Qurbanlı açdı və Qarabağ erkən üstünlük qazandı. Neftçi 20-ci dəqiqədə Elvin Bədəlovun qolu ilə bərabərliyi təmin etsə də, bu sevinc uzun sürmədi. 32-ci dəqiqədə Musa Qurbanlı özünün ikinci qolunu vurdu. 38-ci dəqiqədə isə Johnny Montiel fərqi artırdı. İkinci hissədə Leandro Andrade və əlavə vaxtda Emmanuel Adday dəqiq zərbələrlə tabloya son nöqtəni qoydular. Bu qələbə Qarabağın son illərdə Neftçi üzərində qurduğu üstünlüyü bir daha göstərdi. Məlumatlara görə Neftçi artıq 5 ildir ki, Qarabağı məğlub edə bilmir və Qarabağ son 10 qarşılaşmanın hamısında qalib gəlib. Bu statistika Azərbaycan futbolunda güc balansının necə dəyişdiyini açıq şəkildə göstərir. Qurban Qurbanovun komandası bu oyunda həm taktiki baxımdan, həm də psixoloji cəhətdən rəqibindən xeyli üstün göründü. Neftçi isə doğma meydanda aldığı bu ağır məğlubiyyətlə mövsümün ən sarsıdıcı nəticələrindən birini yaşadı. Xüsusilə müdafiədə buraxılan boşluqlar və oyunun idarəsindəki zəifliklər diqqət çəkdi. Bu 5-1-lik nəticə sadəcə bir qələbə deyil, bu Qarabağın Azərbaycan futbolundakı dominant mövqeyinin növbəti sübutudur. Derbidə belə fərqli hesabla qalib gəlmək böyük mesajdır. Qarabağ hələ də ölkə futbolunun ən güclü komandalarından biridir.